Salam, mən Fatimə Rəhmanova. Bugün biz MİQ sertifikasiya imtahanını verən təhsil qanunu bölməsinə aid olan pillə və səviyyələr mövzusu haqqında danışacağıq. Ümumiyyətlə, pillə və səviyyə nə anlayış olduğunu biz danışmamışdan əvvəl onu deyim ki, hər hansı bir mövzunun hansı bölməyə aid olduğunu biz bilməliyik. Biz bilməliyik ki, pillə və səviyyə mövzusu təhsil qanununa aiddir. Bizdən soruşsalar ki, Azərbaycan Respublikasının təhsil qanunu nə vaxt imzalanıb? 19 iyun 2009-cu ildə. Nə vaxt imzalanıb? 19 iyun 2009-cu ildə. İndi biz pillə və səviyyələri keçərkən qarışdırmamaq üçün onların mənasını, yəni pillələrdə olan və səviyyələrdə olan hissələrin mənasını dərk edərək öyrənsək, biz bunların heç birini qarışdırmaq kimi bir şansımız olmayacaq. Birinci pillə gələcək məktəbə qədər. Təhsil həyatının ən təməli hardadır? Olacaq məktəbə qədər. Birinci pillə olacaq məktəbə qədər. İndi mən məktəbə qədərin qədər sözünü bir dairəyə alıram. Məktəbə qədər nədir? Məktəbə qədər biz məktəbə başlayana qədər harda oluruq? Biz oluruq bağçada. Bağça nə adlanır? Məktəbə qədər. Məktəbə qədərin, yəni bağçanın bir səviyyəsi varmı? Xeyr, bir səviyyəsi yoxdur. Düzdür, bağçanın daxilində var 0-3 yaşlı qruplar, 3-5 yaşlı qruplar, amma biz məktəbə qədərin heç bir səviyyəsi yoxdur deyə götürürük. Biz təhsil həyatımızı, yəni təlim tərbiyəmizi harada öyrənirik? Bağçada. Bağçada nə gedir? Məktəbə qədər. Daha sonra gəlir ümumi təhsil. Yəni biz bağçadan çıxıb ikinci hara gedirik? İkinci gəlir ümumi təhsil. Artıq ümumi təhsil pilləsinin 4 səviyyəsi var. Biz indi onları danışırıq. Ümumi təhsil biz artıq məktəbə gəldik. Bağçadan çıxdıq, biz gəldik məktəbə. Məktəbdə ilk hardan başlayırıq? Yəni birinci başlayırıq məktəbə hazırlıq qrupları. Ümumi təhsili artıq biz məktəbə gələndə ilk addımımız hardan olur? Bir olacaq məktəbə hazırlıq qrupu. Buna məktəbə hazırlıq da deyirlər, yarımıncı da deyirlər, 5 yaşlılar da deyirlər. Buraya yazıram 5. Yəni buna aiddir nə? 5 yaşlılar. Biz məktəbə gələrkən, yəni ümumi təhsilə gələrkən birinci hardan başlayırıq? Yəni səviyyəsi hansıdır? Məktəbə hazırlıq, yəni 5 yaşlar. Artıq biz 5 yaşdan çıxırıq. Hara gəlir? İkinci səviyyə nədir? Ümumi təhsil ikinci səviyyəsi nə olacaq? İbtidai təhsil. İbtidai təhsil neçə il olur? Yəni hansı siniflərdir? Yəni 1-4-cü siniflər. Biz məktəbə gəldik, yəni ümumi təhsil həyatımıza gəldik. Biz hardan başlayırıq? Birinci başlayırıq 5 yaşlılar, yəni məktəbə qədər. Daha sonra məktəbə qədər bitdi. Ardıcı nə gəlir? İbtidai təhsil. Artıq biz 4 il ibtidai təhsil səviyyəsində təhsil alırıq. Və ondan sonra hansı gələcək? Ümumi orta. 3 olacaq. Ümumi orta təhsil səviyyəsi neçənci sinifləri əhatə edir? 5, 9. Yəni biz nə dedik? Dedik ki, biz məktəbə artıq gəlirik. Birinci başlayır bizi məktəbə bir hazırlıq edirlər. Yəni yarımıncı, 5 yaşlılar. Biz məktəbə hazırlıq qrupunu keçdik.
Artıq ondan sonra nə gəlir? İbtidai təhsil. Yəni 1-ci, 4-cü siniflər. Daha sonra isə gəlir. İbtidaidən də biz çıxırıq. Hansı səviyyəyə gəlir? Ümumi orta 5-9. Artıq 4-cü səviyyə gəlir. Tam orta. Onlar hansı siniflər əhatə edir? 10, 11-ci sinifləri əhatə edir. Yəni mən məktəbə gələrkən yəni ümumi təhsil pilləsinə artıq addım atarkən 4 səviyyədən keçirəm. Birinci gəlir məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta, yəni 5-9. Artıq mən deyirəm ki, mən ümumi təhsil pilləmi tam oxumuşam. Yəni 10 və 11-ci siniflərdə oxumuşam. İndi biz burada məktəbə qədər də bir qırmızı dairəyə aldıq. Burada da məktəbə hazırlığı bir qırmızı dairəyə alaq. Məktəbə qədər pillədir. Məktəbə hazırlıq nə oldu? Səviyyə. Yəni məktəbə hazırlıq nədir? 5 yaşlılar, yarımıncılar deməkdir. Daha sonra gəlir peşə təhsili. 3 gəlir peşə. Bəzi müəllimlər bilmir, yəni peşə təhsilinin də səviyyələri var. Onlardan birincisi hansıdır? İlk peşə. Birincisi gəlir ilk peşə. Daha sonra gəlir texniki peşə. Və daha sonra gəlir yüksək peşə. Peşə təhsilinin pilləsini, yəni peşə təhsili pillədir. Onun səviyyəsini bilmək rahatdır. Çünki sonda nə var? Peşə sözü var. İlk peşə, texniki peşə, yüksək peşə, bunlar nəyin, hansı təhsil pilləsinin səviyyələridir? Peşə təhsil pilləsinin səviyyələridir. Buradan da bir xətt çəkək. 4-cü isə gələcək orta ixtisas təhsili. Bunu da bir dənə yazım. Orta ixtisas təhsili kolleclərdir. Orta ixtisas təhsili nədir? Kolleclərdir. Kollecin də heç bir səviyyəsi yoxdur. Orta ixtisas təhsili nədir? Pillədir. O da yəni kolleclərə aiddir. Kollecin də heç bir səviyyəsi yoxdur. İndi biz bir məqama da diqqət yetirək. Bax, səviyyədə də orta sözü var. Pillədə də orta sözü var. İndi biz bunu necə ayırt edək? Əgər birinci məqam budur ki, orta sözü əvvəldə gələrsə pillə, orta sözü bax əvvəldə gəlir pillə, sonda gələrsə səviyyədir. Bu birinci məqamdır. İkinci məqam odur ki, biz bayaq da dedik ki, səviyyə ümumi ortadan qabaq nə var? Bir ibtidai təhsil var, onun da qabaq bir məktəbə hazırlıq qrupları var. Sonra tam orta nədir? Yəni mən artıq ümumi təhsili tam bitirmişəm. Yəni bunlar onu bildirir ki, ümumi orta, tam orta nədir? Səviyyədir. Amma ikinci variantı bilməsəz, birinci variant odur ki, orta sözü əvvəldə gələrsə pillə, sonda gələrsə səviyyə mənasıdır. Artıq 5-ci və son pilləmiz olan ali təhsil pilləsidir. 5. Ali təhsil
pilləsi. Ali təhsil pilləsi də əlbəttə ki, biz ali təhsilə hardan başlayırıq? Yəni hansı səviyyədən başlayırıq? Başlayırıq hardan? Bakalavr. Yəni biz ali təhsil pilləsinə addımlayanda birinci hansı səviyyədən başlayırıq? Bakalavr oxuyuruq da. Bakalavr. Daha sonra biz hansı, yəni ki, ali təhsil səviyyəmi mən istəyirəm ki, biraz da artırım. Mən gedib nə oxuyuram? Magistr. Və istəyirəm ki, ali təhsil pilləmi biraz da artırım. Yəni, nə oxuyuram? Doktorantura. Yəni, mən ali təhsil pilləmi doktoranturada, yəni ki, ən yüksək səviyyəni oxuyaraq nə edirəm? Bitirirəm. Doktorantura oxuyuram, bitirirəm. İndi üstlərindən bir də keçək. Bizə desələr ki, pillə böyükdür ya səviyyə, biz deməliyik ki, pillə səviyyədən üstündür. Mən burada belə böyükdür işarəsi qoyuram. Yəni, pillə səviyyədən nədir? Üstündür. Məktəbə qədər bildik ki, məktəbə qədər pilləsi bildik ki, onun heç bir səviyyəsi yoxdur. Artıq biz bağçadan çıxıb hara gedirik? Məktəbə, yəni ümumi təhsilə gedirik. Adı nə olacaq? Ümumi təhsil. Ümumi təhsilin də hansı səviyyələri var? Məktəbə hazırlıq, yəni buna yarımıncılar da deyirlər, daha sonra 5 yaşlılar da deyirlər. Daha sonra məktəbə hazırlıqdan çıxdı, yəni yarımıncı qrupundan çıxdı. Hara gedir uşaqlar? İbtidai təhsilə gedir. Artıq bir məktəbin içi vardı. O məktəbin içində, yəni ümumi təhsildə mən səviyyəmi bitirməliyəm ki, daha sonra peşəyə, ortaya və ali təhsilə, ümumiyyətlə də ümumi təhsili bitirəndə ali təhsil ocaqlarına və ya ki, orta ixtisas təhsilinə sənəd verirlər də. İndi mən ümumi təhsilini bitirim ki, yəni bu 4 səviyyəni bitirim ki, digərlərinə mən sənəd verə bilim. Ona görə də ibtidai təhsil oxuyuram, ümumi orta, yəni 5-9-a qədər oxuyuram, sonra tam orta oxuyuram 10-11-ci sinifi. Daha sonra gəlir peşə təhsil. Peşə təhsilinin də səviyyələri var. İlk peşə, texniki peşə və yüksək peşə səviyyələri. Orta ixtisas təhsili kollecləri, yəni qabaq kollecləri 3 il yarım idi, səhv etmirəmsə, amma indi edilir 2 il yarım. Orta ixtisas təhsili adlanır kolleclər və ali təhsil pilləsi. Yəni, burada yazmışam, ali təhsil pilləsi isə olur nə? Bakalavr, yəni onun səviyyələri hansıdır? Ali təhsil pilləsinin səviyyəsi. Bakalavr, magistr və doktorantura. İnanıram ki, bu izahdan sonra MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərin heç bir çətinliyi olmayacaq. Mən belə düşünürəm ki, yazılar da yəni aydın düşüb. Əgər biz pillənin və səviyyənin məzmununu anlasaq, yəni pillədə yazılan o mərhələləri, məktəbə qədəri, ümumi təhsilin nə olduğunu bilsək, peşə təhsilinin nə olduğunu, orta ixtisasın və ali təhsilin bu pillələrin mənasını başa düşsək, testlərdə də biz çətinlik çəkməyəcəyik. Ümid edirəm ki, hər şey anlaşıllı oldu və əgər anlaşıllı oldusa, bundan sonraki videolarımızda gələcək. İzlədiyiniz üçün təşəkkür edirəm.